Salam, herkes salamlayıram. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Məni soruşsaz, şükür mən yaxşıyam. Siz də inşallah ki, həmişə yaxşı olasınız. Səhər açılıb durmuşam. Yenə də mətbəxdə biraz işlər var. Onları edirəm. Təmizlik işləri edirəm. Qaz peçini silirəm. Yüngülvari bu işləri görüb dedim çay qoyum. Sonra həyətə çıxacağım. Həyətdə biraz görüləsi işlər var. Onları edim. Çay qaynayana qədər həyəti sulayım. Ağaclara biraz su verim. Həyət sərinləsin. Çox istidir. Dəhşət dərəcədə isti var. Siz bu istilərlə nə edirsiniz? Gününüz necə keçir bu istilərdə? Mətbəxə keçən kimi başladım işlərimi görməyə. Yəni gördüyünüz kimi fikirləşdim ki, elə bugünkü günümü də sizin üçün çəkim. Bir yeni vlog başladım. Bilmirəm siz necə istəyirsiniz, yəni tez-tez vloglarımı görmək istəyirsinizmi, bəyənirsinizmi, yəni istəyərsinizmi mən tez-tez yəni sizin üçün vlog çəkim, paylaşım. Fikirlərinizi bilmək istəyərdim. Rəylərdə, yəni fikirlərinizi bildirə bilərsiniz. Sizin fikirləriniz mənim üçün önəmlidir. Çünki mən sizin üçün bu vlogları çəkirəm və siz izləyicilərim olmadan bu vloglarda hansı nə işə yarayar? İzləyicilər var deyə, yəni baxıram, izləyicilər çoxdursa, abunəm artırsa, yəni bunu görəndə həvəsə gəlirəm və istəyirəm ki, tez-tez sizin üçün vlog çəkim, paylaşım. Fikirlərinizi rəylərdə gözləyirəm.
Ben səhər yemeği hazırladım. Yemeğimizi yedik. Şimdi dedim yiyeyim, yığışdırım. Başka işe başlayacağım. Görüm gün ortaya artık yemek pişirmərəm. Çünkü səhər yemeğimizi yemişik. Yani gün ortaya daha o kadar istedi ki hiç yemek yemək istəmirsən. Bir de akşam üçün yemek hazırlayacağım. Çünkü gün ortalar çok vaxt tək oluram. Özümdə yəni qarpızla, pendirlə, nə bilim belə şeylərlə keçinə bilirəm. Hətta heç o qədər su içirik, istidə sok içirik, çay içirik. Heç ehtiyac da olmur, acmır adam. Belə bir dəfəlik axşam yeməyini yeyirik. Bugün akşam yemeği için karar verdim ki xırda vermiş pilavını eləyim. Bir de qreçka hazırlayım. Yani qarabaşa indi biz qreçka deyirik. Hamı yəqin ki qreçka deyir. Hər ikisi az qalmışdı. Hər ikisinin axırıydı. Yəni bitirdi. Elə ikisini də istifadə etdim ki bir dəfəlik yenə bazarlıq edib alacağıq. Elə bunları hamısına istifadə edeyim bitsin. Ayrıca qazanda qreçkanı, ayrı qazanda da, başqa qazanda da xırda vermişili hazırladım. Yəni mən necə hazırlayıram görürsünüz. Yəni danışmağa deməyə də ehtiyac yoxdur. İndi hərə bir cür hazırlayır. Mən də yəni belə hazırlayıram. Üzərinə də bir padlivka eləyəcəm, yəni ayrı-ayrı yox. Çəkilmiş ətdən indi görəcəksiniz. Yəni tərəvəzlərlə, soğanla onu yəni hazırlayacağım. Padlivka halına salacağım, qovuracağım, padlivka halına salacağım. Yəni sos halında olacaq, biraz sulu. Yəni qreçkanı və xırda vermişini üzəri üçün. Belə tikətlə də padlivka hazırlayıram. Amma indi tikətlə eləmədim. İndi çəkilmiş ətim var idi.
çəkilmiş ətlə elədim. Belə xoşlayırlar, bizdə bunu yaxşı yeyirlər, yaxşı yeyilir. Fikirləşdim ki, elə axşama bu yaxşıdır, bunu hazırlayayım. Belə axşam yeməyimiz bundan ibarət olacaq. Gördüğünüz mən xırda vermişili də qreçkanı da biraz qovururam. Qreçkanı biraz yağda qovururam. Yuyandan sonra qovururam, biraz suyu gedir onun qreçkanın. Sonra biraz yağ əlavə edirəm, duru yağ. Yağla da qovururam ayrıca. Sonra duzunu, suyunu əlavə edirəm. Amma xırda vermişili də quru-quru gördüğünüz kimi biraz qovururam. Sonra biraz duru yağ əlavə edib yağla da biraz qovururam azca. Sonra onun da suyunu, duzunu əlavə etdim və ağzını örtdüm vamxodda. Yəni bişsin hər ikisini. Belə qreçka da vermişil də bişəndən sonra üzərinə şit yağ əlavə edib qapağını örtüb ocaqdan götürürəm. Yəni elə dəm alır öz-özünə. Bir də bir izləyicim soruşub ki, yazıb mənə sual verir ki, özüm haqqında məlumat verim. Deməli, ailəliyəm, 2 oğlum var, orta məktəbi də bitiriblər, ali məktəbi də işləyirlər, yəni böyükdülər. Özüm də evdar xanımam, yəni bu qədər. Məncə izləyicim razı qalar cavabımdan. Ancaq bu qədər məlumat verə bildim. Yəni məni başa düşərsiniz, yəqin ki. Belə.
Demək mən yeməyimi hazırladım, axşam yeməyini hazırlayıb bitirdim. Amma özüm o yeməkdən yeməyəcəm, çünki axşam balıq almışdıq. Bu balıqdan, bu balığı çox sevirəm mən, ümumiyyətlə balıq sevirəm. Balıq varsa mən başqa bir yemək yemirəm, ancaq balıq yeyirəm. Buna görə də demək bişirdiyim yeməkdən yox, mən axşam yeməyimi bu balıqla edəcəm, bu balıqdan yeyəcəm. Balığı o qədər sevirəm ki, inanın balığın hər cürəsini bişirib yeyərəm. Yəni hər cürəsini sevirəm balığın. Bura mən zoğal turşusundan qoymuşam. Sonra gördünüz siz orada mən deməli soğuzu idi, çili soğuzu. O soğuz krevetka ilə, qızartmalarla yeyilən bir soğuzdur, hazır satılır. O soğuzdan əlavə etdim. Yəni balıqla yemək üçün belə. Dedim mən də axşam yeməyimi yeyim. Mənə nuş olsun. Yəni ən sevimli yeməyimdir. Çünki balığı varsa yenə də deyirəm. Evdə mən başqa yeməyə qətiyyən baxmıram, ancaq balıq yeyirəm. Məni tanıyanlar bunu bilir. Mənim balığı necə çox sevdiyimi ailəm də bilir, məni tanıyanlar da bilir. Belə, mənə nuş olsun. Siz də yeməyi yeyirsinizsə, bu dəqiqə sizə də nuş olsun. Və siz necə? Siz balıq sevirsiniz? Yəni, bilmirəm, elə insan var ki, balıq xoşlamır, qətiyyən balıq yemir. Bizim ailədə də eləsi var, yəni balığı sevməyən var. Amma mən uşaqlıqdan balığı çox sevirəm. Dondurma almışdıq. Bu renkli dondurmalar heç xoşuma gəlmədi. Demək, dadına baxdım. İlk dəfə idi. Bunların dadına baxırdım. İçində rəngli konfetlər var. Yəqin alanınız var, bilirsiniz. Ümumiyyətlə, mən belə dondurmaları sevmirəm. Üstünün deməli, qablaşmasına artıq baxanda bilirəm ki, mən bu dondurmanı yeyə bilərəm, ya yox. Hiss etdim ki, mən bunu yeyə bilməyəcəm, amma yenə də artıq almışdıq. Dedim,
dadına baxım. Heç sevmədim. Yəqin ki, bunu uşaqlar daha çox sevər, bilmirəm. Böyüklər də sevir, sevmir, bilmirəm, amma alıb yeyirlər. Böyüklər də alır bunu. Mən də yoxlamaq istədim, amma heç bəyənmədim, qəti bəyənmədim. Heç xoşuma gəlmədi. İnanın, başa düşə bilmədim. Ümumiyyətlə bu dondurmadır, yoxsa nədir? Mənim üçün sadə plambir, ağ plambir, şokoladlı, kafeyni plambir dondurmalar daha xoşdur. Qablarda sonra satılan dondurmalar, yəni çəki ilə satılan plambir dondurmalar, yəni belə, bunlar daha mənim ağız dadıma uyğundur. Burada da vlogumu bitirirəm. Sizinlə sağollaşıram. Yeni vloglarda, inşallah yeni videolarda görüşərik. Vloqum xoşunuza gəldisə bəyənməyi unutmayın. Yeni qoşulanlar da xahiş edirəm ki, videomu bəyəniblərsə abunə olmağı və videomu bəyənməyi unutmasınlar. Sağlıqla qalın. Hələlik.